Şehzadelerin ilk videosundan herkese salam. Bu bizim ilk videomuzdur. Akşam çəkirik, ona görə axşamımız xeyir. Mən Murad, hər kəsin mumu olaraq tanıdığı şəxs. Mən Elvin, hər kəs ki məni tanımır. Tanımasını istəmirəm. Yox, məncə səni celebrity insanlar tanıyır. Çünki onların, ciddi həqiqətən deyirəm, onların gizlin heç kimin tanımadığı videoqraflarıdır. Yox, amma işinə söz yox. Yaza bilərsiniz deyim. Yəni hər yerdə çarşımda reklam edirik. 20-30-a bölüşürük. Biz şefzadələr. Bu adı tapaq bizim təxminən. Mən Aygün Birgin. Mən də Nata. İşte bu, niyə şefzadələr deyəsiniz? Şefzadələr adını çox çətinliklə tapmışıq. Bir dəqiqə vaxtımız gedir. Bir dəqiqə vaxtımız gedir. Yox, ciddən, həqiqətən çox düşündük, amma elə bir an gəlir və elə bir ssenari gözümün qabağından keçir ki, həmən ağlıma gəlir də o ad. Yəni, anidən çıxdı Şehzadələr. Yəni, bu bir günün planı deyil də. Biz bunu təxminən 4-5 ay əvvəldən planlaşdırırıq, eləyək. Və bu günə qismət olur. Təbii ki, kamera arxasında dayanan dostlarımızın da təhliki nəticəsində biz bu videonu çəkirik. Azərbaycanda düşünürəm bir ilkdir. Mən də düşünürəm bizdə yox. Çünki belə bir video görməmişəm, görmüşəmsə də yadımdan çıxıb gedib. Xanımlarımız çəkir daha çox belə, daha TikTok tərzi, amma biz TikTok üçün də yox, daha çox YouTube üçün çalışacağıq, vlog üçün. Və sizinlə yemək pişirə-pişirə söhbət edəcəyik. Söhbətimizi bölüşəcəyik sizdən, sizin də başınız ağrıdacaq. Nəysə, keçək videoya, keçək yeməyə və yemək boyu bizim suallarımız da olacaq, arxadan verilən suallar da olacaq, danışacağımız mövzular olacaq. Başladıq. Başladıq. Naz bu nəysə? Necəsi şefzadənin şefləri? Biraz heyecanlıyıq. Belə şef olar. Düşünürəm, yəni Total 20 yaxşı. yaşımız var, 21-dir, 20-dir. Sən məndən 5 ay böyüksən. 4 ay. 4 ay. 4 ay. Yanvar, mən də may. Yanvarda may neçə ay? Fevral, mart, aprel, may 4 aydır düzdür. Hə. Süddür, şəkər tozudur, süddü şokoladdır, kərə yağıdır, qabartma vanildir. Qabartma lazımdır, amma qoymuşuq. Və tərəzi lazımdır ən əsası və bir də Tavan, yox, bu növrə üçün keks, hazır keksdir. şokoladlı keks. Ümumiyyətlə, gəlin danışaq, niyə bu? Hardan əsdi ağlımıza? Yaxşı sualdır. Özümüz bu tip vlogları izləyən birisiyik, xarici kanallarda. Azərbaycanda dediyim kimi görməmişik. Xarici kanallarda izləyirik və niyə bunu etməyək dedik? Çünki bu vaxta qədər videolar çox çəkmişik. Hətta başqa layihələrdə də varıq. Dedik, yoxlayaq. Alınar alınmaz, alınmazsa da xoş zaman keçirdik. Amma düşünürük yalnız. Bizə daha xoş əyləncə vaxt kimi. Alınsa nə xoş bizə, alınmasa da nə xoş sizə. Hətta belə planımız var ki, gələn dəfə inşallah tutsa, yəni tutmadı, uşaq davam eləmək planımız var. Zaten kim birdən-birə məşhur olub ki, yəni məşhur olma planımız deyil əslən, yəni kim birdən-birə izlənilib ki, belə deyim də, yavaş-yavaş da, yəni təbii ki, birinci, ikinci, üçüncü, dördüncü videolarda bu normal halda izlənməyimiz və ya izləməməyimiz. Amma təbii ki, biz həvəsdən düşməyəcəyik. Və təbii ki, bu layihəni yəni, belə sadə davam etdirmə planımız deyil. Gələcəkdə burada Qonaqlar ola bilər. Aha, onu demək istəyirdim. Yarısını tökdüyün yeri, hə. Qonaqlar əlbəttə olacaq. Yeri hər dəfə bir qonaq çağıraq. Bu dostumuz ola bilər, tanışımız ola bilər, tanımadığımız insan ola bilər, hər kəs ola bilər. Ona görə düşünürüm. Gələcəkdə daha maraqlı olacaq, ona görə izləyin bizi. Mütləq izləyin. Və belə bir sual gəlib ki, siz hansı itman növü ilə məşğulsunuz? Murad bəy, sizədir bu sual. Uşaqlar heç bir idman növü ilə məşğul deyiləm. Sadəcə bədən olaraq özümü yüngül hiss etdiyim üçün, yüngül hiss etmək üçün daha doğrusu və bu bədənə özümü adamaq üçün sportsaldan istifadə edirəm və heç sevmədiyim bir aktivitedir bu. Sportsalı həqiqətən sevmirəm. Gedəndə o 2-3 saatımın həyatımdan boşa getdiyini düşünürəm, amma buna məcburam çünki yenə deyirəm, istədiyim formda qalmaq məni mən edən əsas şeydir. Bu arada Elvin də mənlə gedir arada. Sadəcə
fikri üstündə səsləndirən bir sualı. Aha. Belə bir sual var ki, siz insan yaşadığı üçünmü hak eder, yoxsa hak etdiyi üçünmü yaşayır? Biraz filosof bir sual olur, maraqlı da. Hak edən nədir? Yəni, Layiq olar. Layiqlik. layiqlik. İnsan yaşadığı Sizcə üçün insan layiq yaşadığı üçünmü buna layiqdir, yoxsa layiq olduğu üçünmü yaşayır, yaşadığı hadisə? Məncə yaşadığı üçün layiqdir. Məsələn, niyə? Bunu açıqlayaq. Mən o da filosof cavablar verəmirəm bax. Sualı anlamadım, bir də sual verə bilərsən. Deyir ki, sizcə insan yaşadığı üçünmü hak edir, yoxsa hak etdiyi üçünmü yaşayır? Uşaqlar, mənim də ümumiyyətlə yaşamaq haqqında çoxlu alt fikirlərim var. Məsələn, biz bu dünyaya gəlmişik, düşünürəm ki, burada nəyəsə layiq olaq. Əgər bu dünya tək deyilsə, əgər bu dünya təkdirsə, biz onda burada layiq olmaq üçün yaşayırıq. Həsən keçər Həsən məsələ nə döndü bura? Fikrimi necə izah edeyim? Biri yazılır ki, sevgiliniz var mı? Varsa nə vaxt ayrılacaqsınız? Məndə yoxdur. Uşaqlar, sual cavablandırmaq istəmirəm. Next Sizə question. belə bir sual gəlir. Neçə ildir idmanla məşğulsunuz? Uşaqlar, mən 4 ilə yaxındır gedirəm, amma məqsədim heç vaxt şişmək və ya bodybuilderlər kimi kaçak olmaq olmayıb. Məqsədim yenə dediyim kimi formda qalmaq olur. Düşünürəm bunu bacarıram. 4 il gedirəm. Keçən səfər idman zalında görürəm ki, mən orada nə vaxtdan abunə olmuşam, neçə ildir gedirəm, indiyə qədər nə qədər məbləğ xərcləmişəm orada. Şok oldum. Məbləğ 4 rəqəmli idi və çox yüksək idi. 1000 manat. Yox, çox yüksək idi. Deyirlər ki, niyə Şəhzadə, yəni niyə bu ad? Biz başda məlumat verdik, amma biraz daha ətraflı məlumat verə bilərik deyə düşünürəm. Niyə şəfsadələr? Ümumiyyətlə, vlogumuzun, mən deyim, sonra Elvin desin öz fikrini. Vlogumuzun məqsədi yemək bişirməkdir. Yəni, şeflərin bacardığı bir işdir. Və şef olmasaq da, o qədər professional olmasaq da, yaşımıza görə çox mükəmməl Avropa mətbəxindən, incilər və Azərbaycan mətbəxindən yeməklər bişirə bilirik. Şef adının kök olaraq bizə düşəcəyini, yaxşı olacağını düşündük daha doğrusu. Birinci sualımız budur ki, ailənizin xəbəri varmı? Ailəniz dəstək oldu mu sizə? Digər bir sual da belədir ki, qohumlarınızın xəbəri varmı? Reaksiyalar necə oldu? Bu iki sualı cavablandırırsanız xoş olar. Mənim qohumlarım hamısı blokdadır. Zarf edim, blokda, yarısı blokdadır. O da niyə blokdadır? Çox boş danışırlar deyə. Amma ailəm belə, zaten anam görür videolarımın hamısını və telefonda qayd edir, baxır tez-tez. Özümdən çox Muradın videolarını qayd edir. Muradın bütün videolarını qayd edən anam. Bugün deyir ki, qaleriyanı açmışam, görürəm məndən çox Muradın videoları. Ancaq Muradın şəkilləri, Muradın videoları. Muradı əslən çox istəyir. Yəni, bütün dostlarım çox istəyir, həqiqətən anam. Yəni, dostlarıma belə kin nifrət deyil də. Ən çox Muradı çox istəyir, anam. Deyir, o Murad... Kaş yeni sözlər sənəsidir. Anam çox istəyir, uşaqlar, dəyişər. Buradan salamlar hər birinizin valideyninə. Mən də bu sualı cavablayım. Valideynlərimizin düşünürəm xəbəri yoxdur ki, Elvin deyib. Mama soruşdu ki, niyə edirsiniz bunları, bu qabları filan. Çünki biz hər şeyi sıfırdan özümüz almışıq və evə gətirəndə dedilər ki, bunlar nədir belə. Video çəkəndə görərsən. Amma bilir nəsə layihədir, yəni video ilə bağlı nədirsə. Qohumlarım da ki, hər biri ilə aram yaxşıdır və məni izləyənlər də var, izləməyənlər də var. Özüm seçdiyim yoldur. Reaksiyaları önəmli deyil. Amma çox zaman dəstəkləyirlər. Çox zaman dəstəkləyirlər. Ümid edirəm davamlı olar. Burada belə bir sual var ki, sizi bir cümlə ilə anlatsaydılar, o cümlə nə olardı? Sən deyirsən, mən deyim. Sən də mən cavablandıram edim filosof cümlələri. Nə bileyim? Söz də ola bilər bu arada. Yəni,
Baxır hansı cəhətimdən, əyləncəli birisiyəm, əyləncəli düşünürəm, uyar. Düşüncəli birisiyəm, həddindən artıq. Emosional biriyəm, ağlamıram, prosto da emosional biriyəm. İnsanlar adətən emosional deyəndə ağlamaq necədir? Yox, yəni hər kəsin ürəyi var. mən ağlamağı sevmirəm. Mən də sevmirəm, heç vaxt işim deyəməz mənim qarşımda Amma kimsə də ağlasa, həmişə ona dəstək olmuşam, qucaqlamışam, yanında olmuşam. Hətta Elvinlə bu hallar tez-tez təkrarlanır. Yəni Elvin yanımda olanda bu hallar təkrarlanır. İkimiz dəstək oluruq. Yəni ağlasaz çağırır bizi. Elvin bu suala cavabın var mı? Mən sualı bir də təkrarladım, bilmirəm Murad. Elvini bir sözlə ya da bir cümlə ilə izah etməli olsalar, o hansı söz və ya cümlə olardı? Özün yəni. Özümü hansı sözlə cümlə ifadə edərdi? 12 seconds later. Bilmirəm heç an. Murad, məsələn, sənin cavabın var, Elvini nə izah edə bilər, hansı söz ya da hansı cümlə? Amma ümumi bir şey. Qonaqlardan biri təklif etsin bunu. Denən. Pul gir. Doğrudan. Mən əsla Yo. pul girmişəm. Uşaqlar, Əsla. dostlarına qarşı belə deyil. O ki, müştəriyə yazır ha. Əsla. Yəni, müştərinin gözü bərələ qalır ki, bu niyə bu qədər bax işi görür. Əsla, Amma bu deyil, uşaqlar, normal. adam üstündə Allah var, işi çox-çox keyfiyyətli görür. Məncə haqqıdır onun o məbləğ. Ki, pulu hamı sevir. Yo, haqqıdır dediyim kimi. Elvin nə bilim, Elvin mükəmməl birisi. Hətta eyni tatımız da var uşaqlar. Bu arada yeni tatımız var. Yeni birisi də gələcək. Hətta yeni tatı da ola bilər. Üzülməyə bilərsən əslində. Gözdə eyni tatı da ikimizdə də. Təzəsi də gələcək. Bəli, təzəsi də gəlir və düşünürəm, buna peşman deyiləm Murad, nə eləməyə. 3-4 dəfə sildirməyə çalışmışıq amma. Həqiqətən sildirməli anlar yaşamışıq ki, bir-birimizlə dava eləmişik. O dərəcəyə çatdırmışıq ki, nə bilim, bir-birimizin xarici ölkədə belə elə həddə çatmışdım ki, bilet alıb qayıdacaqdım. Amma özümüzün o xüsusiyyətini sevirəm ki, bu tip yüksək anlarda, gərgin anlarda hisslərimizi cilovlaya bilirik, bir-birimizin hisslərini cilovlaya bilirik. Mən asla özümün hisslərini cilovlaya bilmirəm. Ona görə bu xüsusiyyətimizi çox sevirəm. Bəli. Uşaqlar, bu arada Spoonful'un alt hissəsini biskvitdən eləmişik, hazır onu özümüz pişirməmişik. Orta ağ kremin zavarına krem eləmişik özümüz və zavarına kremə süd qatmışıq. Südünü onu biraz açmışıq, sonra şəkər qatmışıq və birazdan yağ və vanil qatacağıq. Murad şokolatı. Şokolatı ben bar üsulu ilə əritdim, içinə kərə yağ əlavə elədim. Hardasa 100 qram şokolata 150 qram yağ əlavə elədim. Burada da Spoonful'un bünövrəsini, kökəni əzdim. Birazdan o da hazır olsun. Səncə insanı xoşbəxt edən şey nədir? Ya da Elvini xoşbəxt edən şey nədir? Olar, pulu mən deyim, başqa şey deyəsən. Pul məncə hər kəs xoşbəxt edir uşaqlar. Amma məncə məni xoşbəxt edən şey, nə bilim, sadiqlikdir. İstər dostlar, məncə dostlar daha çox istəyirəm sadiq olmaq. Mən sadiqəm əslində uşaqlar, həm dostlar, həm sevgidə və qarşımdaşından eynisini gözləmək istəyirəm. Yəni, düşünürəm, hər kəs bunu istəyir. Pul da istəyirəm, pulu hamı istəyir. Amma pulu ən çox istəyən var. haqq etmək lazımdır. Hə, o da var. Mən düşünürəm ki, hər şeyin cavabı puldur, hər şeyin. Hər şeyin. Düşünürəm. Kim ki deyil, pul hər şey deyil, inanmayın o insana. Belə bir sual var ki, sizdə dostluqlarda və yaxud münasibətdə qarşı tərəfdə ən çox cəlbəyən xüsusiyyət nədir? Vurduğu ətdir. Xüsusiyyət. Bax işte. Əslində bu xüsusiyyətdir. Xasiyyəti də deyim, xüsusiyyəti də deyim. Çox dadlı alınır. Çox dadlı olmuş uşaqlar. Xüsusiyyəti xasiyyət olaraq da. Xasiyyət olaraq da deyim kimi sadiq olmaz uşaqlar. Hər kəs sadiqlik axtarır. Tamamdır. Bu xüsusiyyət və xasiyyət. Mən axır vaxtlar kişilərdə, oğlanlarda, gənclərdə daha çox bu xüsusiyyətləri görürəm. Söz aparıb, söz gətirmə xüsusiyyətlərini. Heç bəyənmirəm. Yəni,
Bizim öz ətrafımız çox böyük deyil və ətrafa daxil olan insanlardan özümüz kimi olmağı deyil də, yəni ən az sadiqlik Elvin demişkən bacarmalarını istəyirik. Amma 2 gün, 3 gün sonra danışdığımız bir mövzunun başqaları tərəfindən bizə çatdığını görürük. Dəfələrlə təkrarlanır bu arada. Heç xoş deyil. Və bu xüsusiyyəti yığışdırmalısınız və ya elə etməlisiniz ki, bunu heç kəs bilməsin. Ən azından etdiyiniz insan bilməsin də bunu. Kimə ki edirsiniz bunu, o insan eşitməsin. Bizim kimi olun. Məncə bu çox qəşəng alınıb. İlk dəfədir bunu edirəm bu arada, həmişə əridirdim. Amma təzəlicə öyrənmişəm ki, buna yağ əlavə etməlisən ki, bu duru qalsın. Elvin, gəl insanlara necə tanışdığımızdan danışaq. Olar, danış. Ətrafımda bu arada sənin tanıyan çox insan var imiş, bunu təzəlicə öyrənmişəm. Sən məni tanıyaq. Hə. Sual vermişsən, hardan tanış olmuşsunuz, düzdür. 1-2 cümlə deyib keçirdim, gəl ətraflı danışaq. Olar. 3 il əvvəl sentyabr ayı idi. Bir dostumuz var idi. Ona da buradan salamlar, özü bilir kimdir. Onun layihəsinin çəkilişini edən şəxs idi Elvin. Amma həmin o ana qədər onun çəkilişini başqa bir adam üstlənmişdi. Və onunla da aramız çox yaxşı idi. Düzdür, Elvin qədər deyildi, amma yaxşı uşaq idi. O da izləyirsə, ona da salamlar olsun. Bir gün gəldi ki, o qədər inanmışdım ki, yəni çünki həmin adam 4-5 ay idi, sırf o kameramanla irəliləyirdi. Dedi ki, bəs yeni kameramanı tapmışam, çox uzun iş görür və çox keyfiyyətli iş görür. Dedim, kimdir, tanış elə. Nəysə, gətirdi kim? Elvin. Görmüşəm hardasa, normalda adətən kameramanları tanıyıram, mobiloqraflarda, videoqraflarda, adətən tanıyıram, onlar məni tanımasalar da. İlk dəfə idi görürdüm və işinə bilmirdim necə yanaşır, amma işlərini görəndən sonra heyran oldum. Sonra nə bilim özünə heyran olacağam. Ya, o yüzden səni tatın eləmişəm. Sonra işdən bir kənara çıxdı bizim mövzumuz, dostluq elədik, xarici ölkələrə səfər elədik. Bu arada ilk dəfə xaricə onunla çıxmışam. Mən də dostumdur. Onun ilk xaricə səfəri məndən olub. Mənim ilk xarici səfərim tək olub. Şəhər, ölkə daxili səfərim də Muradla olub. Doğru. Hə, rayona. Ciddisən? Qəbələ, vallah. İlk dəfədir bilirəm. İlk dəfə qatara da ondan minmişəm. Qatara indiyə minməmişdim. O vaxtdan bu yana pozulmayan, düzdür arada düşüş qalxışlar olur, amma hər zaman ortaq yol tapıb düzəltmişik hər şeyi. Və bu vaxta qədər gəlib çıxmışıq, ümid edirəm davamlı olar. İnşallah. Bu arada biz sırf Elvinlə belə yaxın deyilik. Bizim ortaq olan bəzi dostlarımız da var ki, onlarla da yaxınıq. İzləyirlərsə uzağa getməsinlər. Şəhərim onları deşiklərindən çıxararıq. Hazırda nə edirsən, onu açıqlayaq izləyicilərə. Hazırda Bünövrəni bərkilirik. Türklər nə deyir buna, bünövrəyə? Taban. Yox, taban. Taban deyirlər. Yəni Türkiyədə oxumusan 2 il, bilmirsən nə deyirlər. Aynısı bu. Temel deyirlər. Amma buna göz işıq ver. Buna nə deyirlər? Yəni bunun nə hal-hazırda nə idi? 6 da 6, hansı ki insanlar əslində bünövrə olmasa sponfulun o maye hissəsi çökər. Təməl də onu möhkəm saxlayan. Sən də mühəndis idin. Bundan sonra o gün evdə kombi düzəltmişəm, xəbəriniz var. Kombi. Getdim gördüm şırıl-şırıl altından su axır. Həmişə zəng eləmişəm usta gəlib. Prosta gecə saat 12 yarısıdır. İstəmədim narahat edeyim. Amma evdə çox soyuq olacaq da. Neynim? Girdim süni intellektə. Şəklini çəkdim, atdım ki, bəs su axıdır, səncə hardandır? Dedim ki, orada bir dənə klapan var, klapanın için falan dəyişmək lazımdır. Bu rezindən də ola bilər, içinin rezinindən. O axıdan aparatın özündən də ola bilər, halbuki bu daha bahalı proses idi. O mənə dedi, bunu elə, onu elə, içinə rezin qoy. Getdim rezin evdəki şlanq var, rakvinadan. Oradan çıxarıb getmişəm, indi rakvinamız axıdır. Amma ən azından onu bağlayanda dayanır da. Evin soyuq deyib. Hə, evimiz soyuq deyib, düzəltdim. Halaldım ya. Sən nə eləmişsən? Hansı neftdən, hansı neft buruğundan neft çıxartmışsan, de görüm. Elektronik mühəndissən, sənin onun aidiyyət var şeydən. Elektronika? Hə, o deyilsən. Sən energetika mühəndisiyəm. Mən neft-qaz mühəndisiyəm, mən neft-qazı çox yaxşı bilirəm. Tərəf deyirəm, bilmir, harada oxuyuram.
Çox yaxşı bilirəm uşaqlar Nefqazdan. Stipendiya alıram SSO-da. Uşaqlar, hə, o gün kimi idi biz lağa qoydu. Hələ bunlar stipendiya alırlar. Deyot. Oydu. Bilmirəm, solundakı da ola bilər. İzləyicilərimiz. Hazırda Sponful'un aşağı qatını tökdü. İndi kremin tökürük və biraz soyuduza gözlədəcəyik ki, kremi üstün bərkisin və üstün şokolad Bu bildiyimiz güllaçdır da. Nə deyirlər buna? Güllaç nədir? Nə Güllaç deyirlər ona? sulaçdır bildiyimiz bizim. Yo. Təzə deyəcəm. Tavuk göğsü deyir tüklər. Azərbaycanlar bilməm nə deyir. Tavuk göğsü. Can Türkiyədə bunu da yeməmişəm demə. Tavuk göğsü döş əti olur. Hə, o necə Bildiyim. şirin olur? Hə, o necə yeyirlər? Murat, sənə bir sualım var. Son vaxtda yeni bir kontentə başlamışsın və bu kontentdə videoların yarıçılpaq şəklindədir. Mənə maraqlıdır ki, bu videoları görərkən ailən, qohumların nə reaksiya verdilər, nə dedilər? Uşaqlar, əlbəttə ki, Azərbaycanda ümumiyyətlə bu tip kontentlər hələ ki sıx bir ailədə böyümüşsünüzsə və ya qohumluq münasibətiniz daha sıx olan bir ailələrdə böyümüsünüzsə, əlbəttə ki, konflikt yaradacaq, mübahisə yaradacaq kontentdir. Amma neyim, risk eləmişəm, arxasındayam, yenə edəcəm. Və səncə bu kontent kimlərə maraqlıdır? Şəkildə videoların, game'in, harasa getməyin. Uşaqlar, məqsədim zaten insanlara xoş aura verməkdir. Yəni bunu sırf məqsəd yönlü eləmirəm ki, mən yarıçılpağam orada mənə baxsınlar. Sadəcə günümüzün zəmanəsinə ayaq uydurmağa çalışıram və biraz avropalaşmağa çalışıram. Necə, bizi əslində sevmirəm bu cümləni, amma anlayacaq dildən desəm, avropalaşmağa çalışıram. Çox normaldır. Elmi, sən nə düşünürsən bu haqda? Ümumiyyətlə mənim kontentim haqda. Kimlər düşünür? Bir dənə sual təkrar. Mən belə bir sual verdim ki, Murada, yeni bir kontentə başlamışsan və bu kontent ailə tərəfindən necə qarşılandı? Çünki yaradıcılıqlar şəkildə. Mən ailə səhvimizə qarşılanır, mən buna fikir Və bildirirəm. indi sənin ailən məsələn bu videonu gördümü, gördüsə nəsə dedilərmi və ya sənin öz düşüncən nədir bu kontentdə? Həqiqətlər deyim. Bəli. Buna hazır. Mənim ailəm normal qarşılamadı uşaqlar. Çünki düşünürlər ki, oğlan uşağı işdə olmalı deyil, oğlan uşağı ağır başda olmalıdır, oğlan uşağı dövlət işində işləməlidir. Ailəmi düşündüyünü deyirəm. Mənim düşündüyümə qalsa bilirsən ki, bəyənmişdim videoları. Və videoları çəkən mənim, necə bəyənməyə bilərəm. Bununla bağlı son bir sual vermək istəyirəm. Bəs Murad, sənin yaxından olmayan insanlar bu kontenti necə qarşıladı? Nə kimi reaksiyalar aldı? Bu kontenti yoxsa mənim öz çəkdiyim kontenti? Sənin öz çəkdiyin yarıçılpaq kontentini söyle. Öz yaxınlarım. Yox, səni tanımayan izləyicilərin. Uşaqlar, heç gözləmədiyim insanlardan dəstək gördüm, həqiqətən sağ olsunlar. Heç gözləmədiyim, yəni həmin insanlar halbuki qıraqdan baxılıb da nə ağır başlı insandır, nə ağır insandır deyiləcək şəxslərdəndirlər. Sağ olsunlar. Heç gözləmədiyim insanları bəyənmədi. Nə bilim, biraz fərqlidir, amma yenə deyirəm, önəmli deyil, önəmli olan mənim sevməyim və mənim bəyənməyimdir. Hələ ki, nə qədər bezməmişəm, davam edəcəm bu kontentdən. Demək olar, yekunlaşdırdıq Sponfulu, indi soyumasını gözləyirik. Soyuyandan sonra 5 dəqiqə olsun sonra. Soyuyandan sonra bir qonaq gəlib bunu dadacaq və görək necə Yaxın alır. dostumuzdur. Uşaqlar, Sponfullarımız soyucuda da qoyduq, biraz soyusun. Yəqin ki 3-4 dəqiqəyə hazır olacaq. O vaxta qədər suallarımıza davam edək. Aha. Ver gəlsin. Bir sual var. Belə bir sualdır ki, əgər bir insan sizə həmişə heç vaxt yalan danışmayırsa və yalnız həqiqətin bir hissəsini dəyişib bunu sizə deyirsə, sizcə bu dürüstlükdür yoxsa elə yalan danışmaq? Cavabım var. Sualı tək beynimə yazmağı çalışıram. Təşəkkür. Əgər bir sual, Bir insan sizə heç vaxt yalan deməyibsə, həmişə həqiqəti deyirsə. Deyir ki, yəni bir insan sənə heç vaxt yalan danışmayıb, amma bəzən elə hallar olur ki, yenə yalan danışmır, amma cümlələri dəyişdirib sənə deyir. Həqiqətin bir hissəsini yalandır uşaqlar. Yalan danışır. Elə həqiqət danışır. Mən qatılmıram. Yox, Ümumiyyətlə türklərdə pəmbə yalan deyilən bir şey var da. Yəni yalanın həddi var. Əgər yalan kökünə qədər dəyişdirilmirsə, düşünürəm bu yalan deyil. Bu sadəcə məsələn mən özüm qarşımdakı insan çox ciddidir, ondan qorxuram. Nəyisə olduğu kimi deyə bilmirəm. O sözləri dəyişdirib o formada deyirəm. Görürəm normal qarşılayır, sonra yavaş açıqlayıram ki, belə oldu, elə oldu.
Bu yalan deyil axı. Açıq yalandır, yəni. Ona yalan İstər danışmırsan pəmbə axı yalandır, sən. yəni İstər pəmbə yalandır, istər şeydir. İncə sən bir misal çəkmə, xəyanətdən misal çəkəcəm. Məsələn, xəyanət kimsə xəyanəti olur da. Yəni əgər kimsə kimlə yazışırsa, bu da xəyanət sayılır. Amma çoxu bunu xəyanət sayılmır. Əgər görüşmürsə, bu xəyanət deyə əsas yazışıb. Yox. Əgər addım atıbsa, istəyi varsa, əgər sən addım atıbsa, yalan danışmağa cəhd göstəribsə, burada bir cümlənin sözü dəyişibsə, bəlkə bu cümlə ilə özəyi həmin sözdür. O söz dəyişməyinə başqa şey deyirsə, sən onunla yumuşaldırsa, bu çorça görə sən yalan danışmalıdır. Sadəcə Görüşümüz sən xətifə dəyinmək üçün daha şirin formada yalan deyir və düşünürəm bu yenə yalandır. Yəni yalanın pisi də, yaxşısı da, balacası da, böyüyü də olmur. görüşümüz fərqlidir. Məncə qarşıdakı şəxs buna görə narahat olduğunu bildirməlidir. Əgər bu dəfələrlə təkrarlanarsa, artıq bu həddi keçir. Yox, amma qarşıdakına da oxudursa və belə davam edirlərsə, bunda yalanlıq bir durum görmürəm. Sadəcə bir-birlərinə tam açıq, aydın davranmayan bir cütlük görürəm ortada. Cütlük olmaya da bilər təbii ki, dostlar da ola bilərlər. Əgər sənə desələr ki, həyatında ən çox dəyər verdiyin bir insan xoşbəxtliyi üçün öz prinsiplərini tam imtina etməlisən. Edərsən, yoxsa deməli o qədər də prinsipial deyilsən? Harca bir 2 il əvvəl deyərdim hə. Yəni düşünərdim ki, hə də, yəni hər kəs əgər qarşılaşını çox istəyirəmsə, dəyər verirəmsə, özümdə nə isə vaz keçib onun xoşbəxtliyi üçün nəsə eləyə bilərəm. Amma hal-hazırda heç o fikirdə deyiləm və bundan sonra da fikirdə olmayacağam. Çünki insan yaşaya-yaşaya görür də hər şeyi və düşünürəm ki, elə insana ən böyük zərərdə insan övladı vurur da. Ona görə düşünürəm, yox, əsla yəni kimisə xoşbəxtliyi üçün öz mənəfiyimi mənfi atmaram və yaxud da ziyan vurmaram. Yəni Məişət qəzası. Əsla. 2 il əvvəlki Murad olsaydı bu suala tam Elvinin verdiyinə zid tərs cavab verərdim. Amma hal-hazırda Elvin kimi düşünürəm. Kiməsə görə dəyişməyin, öz prinsiplərinizin arxasında durun. Digər insandan da prinsiplərinin dəyişməsini istəməyin, çünki bu artıq narsistlikdir deyə düşünürəm. Hər kəsin olduğu kimi sevin. Hər kəsin sərhədinə, hüdudlarına, limitlərinə hörmət eləyin. Eynilə özünüzdə o hörməti layiq olun o hörmətə. Suallarımızı burada Çox qəşəng sual idi düşünürəm. Təşəkkür edirik. Suallarımızı burada bitiririk və keçirik ləzzətə baxmağa. Oruç isti deyil mi Murad? İsti deyil. Çox qəşəng anla. Peyv kişirniyyat yemirəm. Amma həqiqətən bu ləzzət çox möhtəşəm görünür. Amma dadına baxaram bir qaşıq. Baxaq məncə o ləzzət çəkmiş. Hazırsa ilk öncə məncə qonağımızı dəvət edək. Olar. Bərabər dadına baxaq. Dönməz bəy. Dünya şöhrətli. Dünya şöhrətli Dönməz bəy. Texnoblogger Dönməz. Dönməz. Texnobloggerlərin xalq artisti. Başlayaq bizə videoda. Uğurlar arzu edirəm, xeyirli uğurlu olsun inşallah. Çox qəşəng motivasiya verirdi arxada, imkan verməyəcək danış. Dadına baxmaq istəyirəm. Xoş gəlmişsən Dönməz. Zəhmət olmasa dadına bax və tam sənin fikirlərini bildir amma. Xoşuma gəlmədi. Xoş qarşılanmadı mən. Çox maraqlıdır ki, Dönməz. Göstər kameraya sor. Görünüşü həqiqət çox qəşəng uşaqlı görünüşü. Çox qəşəng. Əsas dadı. Ümid edirik ki, dadı belə olacaq. Şübhəli bax. Bəyənmədim, qoy bir qaşıq da yeyeyim. Əla. Həqiq edirsən. Əla. Uşaqlar evdə yoxlayabilir. Əla. Möhtəşəm. Məncə çox dadına baxacağam. Məncə bunun dadına baxmalıydınız. Tam bir sual. 10 xal üzərindən neçə balla dəyərləndirərsən? Amma tam səmimi. 7. Məsələn, 3 xalı nədən qırdın? Burnundan gəlsin. 3 xalı nədən qırdın? Çox maraqlıdır. Əla deyib 7. Bax, burada bax, birinci bu qabların biraz şey olmağını, biraz bir xal oradan kəsdim. Düşməli sevgimizin içində. Bax, burada. Bir xalı buradan kəsdim. Bizim o silək də. Bildim də, yarışma deyil ki, dada baxırıq. Deyir adamı özgə yox, özünkü şey eləyir. Bax, biz yeyək də biraz da. 2 xal nədən getdi?
İki xalda prosta xala xətirlər qalmasın deyə kəsdim ki, sonra deməsələr ki, biz mükəmməl şefik deyik. Göz dəyməsin deyə. Çox Onu qəşəng. çox dadlı Yox, sən ye. Mən sonra baxacağam. Ver. Çox dadlı da. Biraz istidir. Çünki çox tez 5 dəqiqə gözlədik də. Əziz izləyicilərimiz, gördüyünüz kimi qonağımız çox bəyəndi. Əladır. Abunə olmağı, Uşaqlar, şefzadələri takib eləməyi, yorum yazmağı, onları follow eləməyi, onları like eləyin ki, önə çıxsın. Önə çıxar, çünki biz bunu haqq eləyirik. Məncə. Çox sağ olun, evdə hazırlayın, çox mükəmməl idi. Gecəniz xeyrə. Sağ olun. Mənə bərabər danışdınız. Ən zəhmli şey. buyurun, səni dinləyirik. Uşaqlar, sağ olun. Yemə. Sağ olun, yaxşı baxın. Gələn videoda görüşərik. Sağ olun. Sağ olun. Sağ olun. Get.